20 yanvar 2026 il Lerik elektrik şəbəkəsinin veri 35 10 kilovoltda yarım stansiya üzrə dünəndən 10 kilovoltda hava xəttində yararlanan bu sürə əsasən yola çıxdıq. Yola düşdük, piyada mümkün olmadığı üçün atla getmək istədik. At da hərəkət eləyə bilmir. Oradasa yarım saatdir yoldayıq. Getdiyimiz məsafə 350-400 metre olabilir. At ucu tərpənə bilmir. Ya Allah. Ya Allah. Oy. 20 yanvar 2026 Lerik elektrik şəbəkəsi 35-10 km Şingərdən yarımsa sana arazisi var. Traktorla getmək mümkün deyil. Yolu seçmək olmur. Yani 1 metre 20 santim ne kadar kar yağır bura.